Hardan bildiniz onu? İlk birinci adamsınız ki siz o yaşı verdiniz. Mən kosmetoloqam. Vermirlər, mənə 25-26 verirlər. 25 yaşım. Siz yəqin qıraqlardan. Cizgilərə baxıram. Cizgilərdən. Nə bilim, elə bir buramda istəyirəm ki, bir sallanma var. Burada var idi sallanma, dişim yox idi. İmplant elədim, buram şişdi. Bu normallaşdı. Bu niyə belə düşdü bilmədim. Çox düşüklük yoxdur. Əslində düşüklük göz altınızdadır sizin. Göz altınızda çökmə var. O elə bilirsən ki, səndə üzün aşağı düşür. Birazcıq dodağı eləsən çox qəşəng olarsan, üzünün forması dəyişir. Ondan sonra burnunu kiçiltsək qəşəng olarsan və yaxud da əməliyyat eləsən bir fərqli olarsan. Alın dolgusu eləsən çox qəşəng olarsan, sənə alın dolgusu lazımdır. Alnının bir tərəfindən o bir tərəfində asimetriya var, yəqin ki bunu özün görmüsən. Yəni bir də gözaltı işıq dolgusu mən məsləhət görərdim sənə, çökəklik var gözünün altında. Yanağın falan qəşənglik yerindədir. Bəs o 5 nöqtə? 5 nöqtə sadəcə olaraq, bax indi sən üzünə tanal sürtmüsən və tanalın heç üzündə qəşəng oturmur. Sağ ol. Yaxşı nəmləndirməli bilir altını. Hə, ola bilər. Yəni 5 nöqtə onun üçündür. 5 nöqtəni eləsən, dərin çox gözəl nəmlənəcək, qidalanacaq. Xırda mimik qırışların düzələcək. Ondan sonra nahamarlıq hamarlaşacaq, dəri tonun bərabərləşəcək. Yəni ki, üzün şişmədən, üzvə həcm vermədən gözəl bir lifting və təravət verə bilərəm sənə 5 nöqtəni. Amma dəyişim eləyə bilməm. Dəyişim üçün alın lazımdır. Dəyişim istəyirsən tək alın yox. Mən dedim, dodağını eləməliyəm, gözaltı işıq dolğu eləməliyəm, alın dolğusu eləməliyəm. Dəyişimin üçün dəyişəcəksən. Bəs o 5 nöqtənin göz altına təsiri var, azdan çox. Dəriyə təsiri var, göz altına təsiri var. 5 nöqtəni hələ görürüm.